Gənc əllərdə Qarmon adlı konsert proqramında ürəkdən salamlayırıq. Qarmon, Azərbaycan musiqi mədəniyyətində xüsusi yer tutan, xalqımızın sevincini, kədərini, sevgi və duyğularını özündə əks etdirən ən sevilən musiqi alətlərindən biridir. Bu alətin səsi illərdir ki, el şənliklərimizi, toylarımızı və bayramlarımızı bəzəyir. Bugün sizlərə təqdim edəcəyimiz bu konsertdə məktəbimizin xalq çalğı alətləri şöbəsinin istedadlı müəllimlərindən biri, peşəkar qarmon ifaçısı Mircəlal Mürsəlovun böyük əməyi əks olunub. Bu konsert Mircəlal müəllimin ərsəyə gətirdiyi 4-cü böyük konsertidir. Və bunu da qeyd edim ki, Mircəlal müəllimin ustadı, uzun illər məktəbimizdə qarmon ixtisası üzrə fəaliyyət göstərmiş peşəkar müəllim, mərhum Mirzahid Mürsəlov olmuşdur. Və məktəbimizin peşəkar qarmon ifaçısı Nəhməd müəllim Hüseynovdan dərs almışdır. Gənc nəslin müstəqil həyata hazırlanması, gələcək nəsildə mütəxəssis kimi formalaşması məktəb illərindən başlayır. Bugün sizlərə təqdim edəcəyimiz bu konsertdə də Mircəlal müəllimin böyük əməyi əks olunub. Və bugün bu səhnədə öz istedadlarını nümayiş etdirən hər bir şagirdimiz əminik ki, layiqli şəkildə bu yolda uğurla addımlayacaqlar. Bugün səhnədə Azərbaycanın zəngin musiqi irsini yaşadan, onu gənc ürəklərdə yaşadan Mircəlal müəllimin davamçıları olan istedadlı gənclər çıxış edəcəklər. Konsertimizi açıq elan etmək üçün söz məktəbimizin direktoru hörmətli Sabir müəllimə verilir. Hörmətli qonaqlar, əziz müəllimlər, şagirdlər, mən sizin hər birinizi salamlayıram. Bugün Milli Konservatoriya nəzdində, Musiqi Kollecində məktəbimizin qarmon ixtisası üzrə müəllimi Mircəlal Mürsəlovun sinif konsertini izləyəcəyik. Sinif konserti hər il təşkil olunur. Bu il bizim sinif konsertləri müxtəlif auditoriyalarda təşkil olundu. Bir konsertimiz Milli Konservatoriyada oldu. Bugün isə Mircəlal müəllimin konserti Konservatoriya nəzdində Musiqi Kollecində keçirilir. Bizə bu şəraiti yaratdığına görə mən Nazim müəllimə çox dərin təşəkkürümü bildirirəm. Şagirdlərin bu kimi təhsil ocaqlarında çıxış etmələri, ifa etmələri onların gələcək həyatında və onların təhsillərini davam etdirmələri üçün stimuldur və onlar üçün önəmli addımdır. Mən çox vaxtınızı almaq istəmirəm, müəllimimizə və şagirdlərimizə uğurlar arzulayıram. Bugün bizim Müəllim İncə Sənət Universitetinin müəllimim, qarmonun Paqaninisi, böyük ustad, böyük sənətkar, əməkdar artist Zakir Mirzəyev qonağımızdır, onu təqdim etdilər. Zakir müəllim, çox sağ olun, dəyərli vaxtınızı ayırıb gəldiyiniz üçün, dəvətinizi qəbul etdiyiniz üçün. Mən vaxt etibarilə bütün qonaqların adlarını çəkə bilmirəm. Hər biriniz bizim üçün əzizsiniz, dəyərlisiniz və inanıram ki, sonda hər birinizin təəssüratları xoş olar və öz təəssüratlarınızı bölüşərsiniz. Mən sizlərin hər birinizə xoş izləmələr arzulayıram. Çox sağ olun, müəllimlərimizə və şagirdlərimizə uğurlar arzulayıram. Hörmətli qonaqlar, musiqi bəzən sözlərdən daha çox danışır. Bugün bu səhnədə 4 alət, 4 fərqli ruh və ümumi harmoniya bir araya gələrək musiqinin sehrini yaradacaq. İcazənizlə gənclərdən ibarət kvartetin üzvlərini sizlərə təqdim edirik. Respublika və beynəlxalq müsabiqələr laureatı, Uşaq və Gənclər Respublika müsabiqəsində 3-cü yerin qalibi, 10-cu sinif şagirdi Mahmudov Mahmud. Respublika və beynəlxalq müsabiqələr laureatı, Uşaq və Gənclər Respublika müsabiqəsində 1-ci yerin qalibi, 8-ci sinif şagirdi Hüseynov Hüseynəli. Respublika və beynəlxalq müsabiqələr laureatı, 5-ci sinif şagirdi Əliyev Fəqan. Respublika və beynəlxalq müsabiqələr laureatı, Uşaq və Gənclər Respublika müsabiqəsində 2-ci yerin qalibi, 4-cü sinif şagirdi Məmmədov Elgün. Astor Piazzolla, Fuga Misterio, çıxış edir kvartet.
Hörmətli qonaqlar, qeyd edək ki, bugün konsert proqramında çıxış edən gənc ifaçılarımızı səhnədə peşəkar musiqiçilərdən ibarət ansambl müşayiət edəcək. İcazənizlə ansambl üzvlərini təqdim edirik. Klavişdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Ağayev Nurlan. Zərb alətlərində 24 nömrəli 11 illik musiqi məktəbinin və Azərbaycan Milli Konservatoriyasının məzunu, Respublika və beynəlxalq müsabiqələr laureatı Aydın Muradlı və Azərbaycan Milli Konservatoriyasının tələbəsi Qənizadə Fatih. Xanlar Cəfərov, Yevropeyka. Astor Piazzolla, Esquala, çıxış edir Mahmudov Mahmud, konsertmeister Rəhimə xanım Qiyasbəyli.
Həmid Vəkilov, Şıdırğı. Çıxış edir Məmmədov Elgün. Konsertmeyster Rəhmə xanım Qiyasbəyli. Zabul Seygah muğamı. Çıxış edir Əliyev Fəqan.
Albert Fossen, Sürət çarxı. Çıxış edir Hüseynov Hüseynəli, konsertmeyster Fərədzadə Məryəm, müəllim Nəsirova Lamiyə. Bolqar rəqsi. Çıxış edir kvartet.
Adımı Almaya Bənzər filmindən rəqs. Hörmətli qonaqlar, hər böyük sənətkarın yolu ilk addımdan başlayır. Bugün həmin ilk addımı atan balaca istedadlarımız da səhnəmizdədir. Onlar musiqi yoluna yeni qədəm qoyan birinci sinif şagirdlərimizdir. Gəlin bu balaca qarmon ifaçılarını böyük sevgi və alqışlarla səhnəyə dəvət edək. Arşın Malalan filmindən Süleymani rəqsi çıxış edir birinci sinif şagirdi Dünyamalıyev Tuncay.
Avtandil İsrafilov, Kəmalə rəqsi. Çıxış edir Əskərov Asim. Turacı rəqsi. Çıxış edir Feyzullayev Mirəziz.
Avtandil İsrafilov, Ad günü filmindən Nazilə rəqsi. Çıxış edir Binyatov Mirəli.
Hörmətli tədbir iştirakçıları, bugün konsertimizin fəxri qonağı Azərbaycan qarmon sənətinin sevilən və tanınmış ifaçılarından biri, Azərbaycan Respublikasının əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, qarmonun Paqaninisi Zakir Mirzəyev iştirak edir. Onun ifaları milli musiqimizin ruhunu yaşadır və qarmon sənətinə xüsusi rəng qatır. İndi isə şagirdimiz Zakir Mirzəyevin əsərlərindən birini sizin üçün böyük hörmət və sevgi ilə ifa edəcək. Zakir Mirzəyev, Arifi rəqsi. Çıxış edir Hüseynov Hüseynəli. Astor Piazzolla, Libertango, çıxış edir kvartet, konsertmeyster Rəhmə xanım Gəsbəyli.
Hər bir uğurlu şagirdin arxasında ona yol göstərən, onu ruhlandıran bir müəllim dayanır. Bugün səhnədə çıxış edən gənc qarmon ifaçılarının da uğurunda onların müəlliminin böyük əməyi əks olunub. Konsert proqramımızın finalını xüsusi bir ifa ilə tamamlayırıq. Bu ifada müəllim və şagirdlərin birgə musiqi sevgisi, zəhməti və sənətə bağlılığı öz əksini tapacaq. Və gəlin alqışlarınızla Mircəlal müəllimi səhnəyə dəvət. Xalq mahnısı Sarı Gəlin və Rafiq Babayev Freska.
Hörmətli qonaqlar, dəyərli müəllimlər və əziz valideynlər. Beləliklə, Gənc Əllərdə Qarmon adlı musiqili konsert proqramımız artıq sona çatır. Bugün səhnədə çıxış edən gənc ifaçılar bir daha göstərdilər ki, Azərbaycan musiqisinin zəngin ənənələri etibarlı əllərdədir. Onların ifasında səslənən qarmon sədaları həm musiqiyə olan sevgini, həm də böyük zəhmətin bəhrəsini bizə hiss etdirdi. Bu gözəl tədbirin ərsəyə gəlməsində əməyi olan Mircəlal müəllimə, övladlarını sənətə yönəldən valideynlərə və bu istedadlı gənclərə hər birimiz öz təşəkkürümüzü bildiririk. Əminik ki, bugün səhnədə gördüyümüz ifaçılar sabah Azərbaycan musiqisini daha böyük səhnələrdə layiqincə təmsil edəcəklər. Diqqətiniz, dəstəyiniz və alqışlarınız üçün hər birinizə ürəkdən təşəkkür edirəm. Dəyərli qonaqlar, konsertimizin sonunda tədbirimizi öz sözləri ilə yekunlaşdırmaq üçün fəxri qonaqlarımızı səhnəyə dəvət edirik. Bu gözəl konsertin doğma musiqi ocağımızda baş tutmasına şərait yaratdığı üçün Azərbaycan Milli Konservatoriyası nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinin hörmətli direktoru Nazim müəllimə dərin təşəkkürümüzü bildiririk. Mədəniyyətə və gənc ifaçılara göstərdiyiniz dəstək bizim üçün çox dəyərlidir. Alqışlarınızla Nazim müəllimi səhnəyə dəvət edirik. Necə keçdi konsert? Xoşunuza gəldi? Mircəlal müəllim, minnətdarıq. Gözəl müzik, gözəl nömrələr seçmişsiniz. Burada ustad sənətkarlarımız əyləşib qarmon üzrə. Zakir müəllim də sözünü deyər. Nemət müəllim uzun müddət bizdə müəllim işləyib. Amma tələbəmiz Sübhan Köçərli də böyük tanınmış qarmon ustasıdır. Mən əvvəl məktəb üzrə rəhbərliyinə, baxmayın şəhərdən aralı da olsa, ora getmək, mən o məktəb tanışdı, ona görə ki, 83-cü ildə mən ora direktor müavini yollayırdılar. Mənim dostum Faiq müəllim də direktor idi. Faiq müəllimə bir alqışlar gəlsin. Çünki həqiqətən Faiq müəllimi mən çoxdan, biz bu kollecdə oxuyanda, vaxt texnikumda bir-iki kurs fərqimiz olub. O vaxtdan görün, 60 ilə yaxındır birbirimizi tanıyırıq. Orada çoxlu istedadlar yetişib, bizim kollecdə oxuyublar. 24-də yox, başqa yerlərdə oxuyanlar var. İşləyənlər var, konservatoriyada var. Mən bunların hamısını tanıyıram. Çünki müəllimin əziyyəti olmamış bu istedadlar yetişə bilməz. Burada müəllim qüvvəsi başqadır. Çünki ulu öndərimizin mən müəllimdən böyük vəzifə tanımıram. Bütün 24 saylı müəllimlərə, başda Sabir müəllimlə bir alqışlar bütün müəllimlərə. Niyə görə mən bunu qeyd edirəm? Çünki mən keçən il sizin hesabat konsertində olmuşam. Tək qarmon çalanlar deyil. Orada mən cürbəcür kollektivlər oldu, düzdür. Bizim özümüzə də çoxlu sayda o istedadlar gəlib o məktəblərdən. Ya hesabat, siz indi bir dənə qarmon şöbəsinə qulaq asırıq. Görün, nə qədər əziyyət çəkilir. Bu elə-belə başa gəlməyib. Xalqımız istedadlı xalqdır. Mən həmişə birinci kurslara deyirəm ki, aramızda bizim müəllimlər var, xalq artistləri var, əməkdar artistlər. Amma kim olacaq? O gələcək göstərər. Kim özlərində çalışacaq, istedadla başqa, zəhmətlə istedad vəhdət təşkil edir. Olmasa irəli getmək olmaz. Biz oxuyan vaxt orada, bu kollecdə biz bilmirdik ki, Kamil Vəzirov tar bitirəcək, Adıcəra müəllimsi. Ancaq sonra qarmon istifaçısı kimi xalq artisti olacaq. Ya Firuz Əliyev xalq artisti, Ağa Səlim Abdullayev binədə uzun müddət orada da işləyib, xalq artisti, ya Möhlət Müslümov. Bizim aramızda çoxlu belə istedadlar var idi. Mir Nazim Əsədullayev saymaqla qutaran deyil onları. İndi sizin də aramızda gələcəyin bizim kollecin müəllimləri var, əməkdar artistləri var. Ancaq kim olacaq, onu gələcək göstərəcək. Mən bir daha minnətdarımı bildirirəm. Təbrik edirəm ki, belə gözəl Mircəlal müəllimin əməyini
İndi qeyd eləmək sözünə qurtarmaz, çünki Mirzəli müəllimin çox əziyyəti olub. Bu cür əsərləri işləmək, onun qarbonda harmoniyasını vermək. Bunların hamısı Mirzəli müəllim. Çox sağ ol, minnətdarıq. Uşaqlar çox sağ olun. Birinci siniflər görürsünüz, gələcəyin istedadlardır. Bunlar birinci sinifdə, aşağı sinifdə görün gələcəkdə necə ifadə edəcək. Mən və o deyirəm müəllimlər, müəllimi, Adıcaray müəllim, Məmməd Bəllini. Mən Səyid Üstəmov haqqında kitab yazmışam, Asasiyanalı Adıcaray. Səyid Üstəmov Asasiyanalı hamı tanır. Ancaq Adıcaray müəllim elə bir müəllim olub ki, hamımızın inkişafında rol olub. Dahi bəstəkar Arif Məlikov deyirdi ki, mən Adıcaray müəllimdə oxumasaydım, tarsalan idim, bəstəkar olmazdım. Burada baxdınız da neçə xalq artisti, əməkdar artist, Adıcaray müəllim burada uzun müddət şöbə rəhbəri olub və onun 100 illiyini mən bu kitabı yazmışdım. Biz hər ikimiz Səyid Üstəmovda oxumuşuq Adıcaray müəllimdən. Ancaq Uşaq Musiqi Məktəbində Adıcaray müəllimin tələbəsinin tələbəsi olmuşam. Yəni belə bir müəllim unudulmamalıdır. Şağan kəndindən olub, Aqil Məlikov, Hacı Aqil tanıyırsınız, onun qohumlarından olub. Çox gözəl, 53 yaşında rəhmətə gedib. Çoxları tanımır. Mən istəyirəm ki, və Asasiyanalını hamı tanıyır, 23 il yaşayıb. Ya Səyid Üstəmov olmaqla, ancaq Adıcaray müəllim, gözəl tarixçinin əsərləri var. Tarantellası, Səfikirdi, Gülüstanı çox böyük müəllim o. Qoy gənc nəsil də onları tanısın. Mən sizə təqdim edirəm. Müəllim, kitabxanada da uşaqlar istifadə eləsin bundan. Doğrudan bu günləri çox şən gündür. Allah'ın bize bahşettiği Ramazan güzel, en güzel ay olan Ramazan ayının Cuma günü. Cuma günde günlerde Allah'ın yarattığı en aziz nimeti olan günlerden biri. Ki insanların hamısını, arzularını, Allah dualarını kabul ediyor. Allah Teala sizin de hamımızı, orucunuzu, namazınızı kabul etsin. Allah size can sağlığı versin. Allah Teala size özünüze, evlatlarınıza, ailenize, aile saadeti, hoşbalığı bahşetsin ki bu günleri biz Allah'ın bize bahşettiği böyle bir əziz gündə, belə bir əziz, gözəl insan, yıxılanı qaldıran, belə bir insanla bu günləri bizi Allah Teala görüşdürdü. Bunun özü böyük bir nemətdir bizim üçün. Şükür Allah'ın böyüyünə. Və Sabir özü, mən Sabirin üçün deyirəm. Çünki mənim tələbim olub. İndi əlbəttə Sabir müəllimdir. Müəllim böyük sözdür. Ne iş böyük addır? Böyük əməldir, böyük işdir, böyük şücaətdir. Bu günləri mən, Sabirin mənim deyəndə biraz mən yaxşı sözdür. Bizim məktəbdə, bizim sinifdə, mənim sinifdə oxuyur. Mən Sabirin müsəmadi dərsə gəlib gedməsindən çox rahat edim. Ne üçün? Sabir isə müsəmadi dərsinə davam edən gözəl bir tərbiyəli bir evlatlardan biriydim. Onun üçün də mən də Sabir hemen bugünkü günün təşəbbüsləri olduğuna baxmayaraq, mən də zəng vurdu. Zəng vurdu ki, Saçın mənim, xahiş edirəm inşallah, bəs burada iştirak edirsən. Dedim başla. Allah salamatlık edir inşallah. Salamat olduq, inşallah gələrəm mən də. Mən bu günləri Mirzəli müəllimin şübhəsiz ki, təşəbbüsü ilə, Sabri müəllimin rəhbəriyi ilə, Mirzəli müəllimin təşəbbüsü ilə qurulan bu gənc, gözəl evlatların, gənc, gözəl uşaqların bu gün belə çıxışları məni doğrudan da çox məmnun elədi. Çünki əlbəttə mən qayətdim barada yaşamaq, o barada olan saranı ifadə edəndə mən elə bildim, mən özüməm. Yəni mən o yaşında eləmçi ifadə edirdim. Sınım onda yox. Bu günləri bu uşaqlar ən çətin 5 nəfər qarmon çalandılar. Mirzəli müəllimdən bir yerdə. Onsuz 4 nəfər. Elə də öyle. O 4 nəfər Mirzəli müəllim əlbəttə sonda gəldi, yekunlaşdırdı. Çox gözəl də ifadə etdilər. Sözüm onda yox. Elə gözəl
Müzara müəllim o 4 nəfər qarmon çalanları elə hazırlayıb ki, doğrudan da elə bir şey aşesdir. Ən mürəkkəb, dünyavi bəstəkarlarımızın səsin əsərlərini elə gözəl ifadə edilər ki, mən deyərdim ki, əlbəttə ki, inşallah bunlar indi yaşad olandan sonra bunların Nazım mənim çox gözəl buyurdu inşallah. Bunların arasında inşallah elə olacaq ki, Allah qoydu inşallah. Nəinki əməklər açı, xalq arasında olan da olacaq inşallah. Onun üçün də mən bu günləri Nazım müəllimə çox sağ ol deyirəm. Allah Nazım müəllimin nəinki bizə çox görməsi, bizim xalqımıza çox görməsi, o cür sədaqətli, o cür gözəl insan, bizim bayağı da mən Sabirlə danışdım, telefonda burada bizim asa məskənimizdir, asa ocağımızdır. Biz asa ocağımıza bu günləri gəldik. Bir daha mən də gəldim, asa ocağının nəfəsini duydum, çox gözəl oldum ki, mənim də bu günləri burada tələbələrimdən Kənan Əsədov Qarmon şöbəsinin müdürüdür. Kənan Əsədov Buloğlu. Amma Kənanla mən dərs keçən zamanda otururduq ruh, üz və üz. Mən ifadə edim, Kənana göstərirdim. Kənan da ifadə edim. Mən Kənana demirdim ki, ikinci dəfə, yox belə, yox belə. Onun üçün də mən onun sənətindən çox razı qaldım. Maşallah çox yetişdi. Allah Teala cəmiyyən xəstələrin şəfasını versin. Asası balası şəfsizdir, xəstədir. Allah Teala onun şəfasını versin, qulu kişi. Gözəl insandır. Burada Nizat müəllim mənim ən sevimli tələbələrimdən biridir ki, mən fəxr edirəm Allahla ki, Allah Teala mənə belə istedadlı uşaqlar verdi ki, sağ olsun Nazım mənim ki, onlar da mənim ismimə deməli, qəbul etdirdi. Hələ burada mənə tələbə olmaq istəyən, lakin ola bilmədi. Məndə yer olmadı o vaxtında sinifdə. Bizim balamız, bizim qızımız gözəl qarmon ifadəsi, gözəl qarmon ifadəsi, Aycün xanım. Mən Aycünü bura gələndən indiyə qədər ayağa durmasaydım, mən onu görməzdim ki, o buradadır, yoxsa yox. Aycün xanım, görürsünüz ki, bu dəqiqə Allahın köməyi ilə bizim Azərbaycanda mən deyərdim ki, qızların içərisində, nə işi qızlarım? Elə olanların da Kənan bir şey deyər ki, şu Aycün Zakir verim, elə sarı ki, valla, elə bir kere biz hamımız, o da bizim kimi, elə oğlan uşağıdır, eş qız datdır. Ona görə də Aycün sənə xoşbalıq arzu edirəm, ailə saadəti, Allah Teala can sağlığı versin inşallah və sənətdə sənə uğurlar arzu edirəm, mənim o biri tələbələrimdən bir yerdə. Mənim burada tələbəm əyləşib Sübhan. Sübhan çox sabahlı, ağıllı, gözəl də bir ailənin evladıdır. Sübhan həmişə müəllimindən zəng edib xəbər tutan. Müəllim kefim nətərdir, əhvalım nətərdir, nə qulluq edeyim, maşınla gəlim, hara aparım, hara gətirim, nə. Yəni mənim 100-ə qədər mənim tələbələrim olub ha. Allahın köməyi ilə hamısından razıyam, Allah burandan razı olsun. Mən bir daha Nazım mənim başda olmaqla Sabri müəllimi təşəbbüsü ilə, əməyi ilə, zəhməti ilə, Mirzalar müəllim təşəbbüsü ilə yetişən birinci Allahın köməyi ilə yetişdirilən bu tələbələr, hələ bu tələbələrdən başqa mən vurğulamaq istəyirəm, orada əyləşmişlər zərb alətləri və sindidatı çalanlar. Nə gözəl musiqiçilərdir. Sağ olsunlar, Allah onlara da can sağlığı versin. Çox gözəl musiqiçilərdir. Şəxsən mənim xoşum gəldi. Nemət müəllim burada gözəl bizim tanınmış, gözəl qarmon ifasımız. Bizim kollecin müəllimi olub neçə uzun illər mənimlə bir yerdə. Mənimlə də çox gözəl insani kəfiyyətlərə malik adamdır. Heç kəsin arxasından danışmaz ki, o belədir, bu belədir. Ancaq yaxşısını danışar.
Mən ona görə də onun xatirini istəyirəm. Onun üçün də həmişə Neməti Allahdan can sağlığı arzulayıram. Gözəl də sənətkardır. Gözəl də müəllimdir. Çox savadlı müəllimdir. Mən bu günləri burada çox danışdığım üçün mən üzr istəyirəm, bağışlayın məni. 2 kəlməylə də pişirirəm fikrimi. Burada bu günləri ifa edən o gözəl mürəkkəb musiqiləri və Allah Teala cəmürənləri rəhmət etsin. Allah Teala böyük sənətkarımız Afsanlı İsrafilovun qəni rəhmət etsin. Afsanlı İsrafilovun da bəstələdiyindən ifa olundu. Ondan sonra yəni mən onlara həyatda uzun ömür can sağlığı arzulayıram. Qoy bu minvalla, bu daima, bu gedişlə geçsinlər inşallah, inkişaf etsinlər. Və biz onları baha görə gələcəkdə Nazım bənim dediyi söz yerini tutdu. Bəli, bunlar bu günləri əməklər asitlədir, xalq asitlədir. Və siz də bir var olun, çox sağ olun. Allah sizə can sağlığı versin, xoşbaxt olun, balalarımızla, ailə özlə bir yerdə ki, bu günləri burada təşrif buyurmuşsun, burada bu günləri qulaq astınız, baxdınız, hamımız var olun, xoşbaxt olun, hamımıza can sağlığı arzu edirəm, çox sağ olun ki, məni də eşitdiniz, salamat olun.